Başladım. Değerli izleyiciler, bax bu günləri Orxan qardaşımızın yanına gəlmişdik. Maddi cəhətdən dəstəyə ehtiyacı var idi. Qaraciyəri dəyişiləcəkdi. Gəlmişik inşallah. Gedirik indi növbəti xəstənin evinə. Maşınla gətirirlər, sağ olsunlar, aparırlar. Biz də yıxılsaq da, sürünsək də, ayağımız solaq olsa da çalışırıq ki, xəstələrimizə dəstək olaq. Gedək bir dənə şəhidimizin abidəsini ziyarət edək. Gedək. Bax bu günləri, dəyərli izləyicilər, bax bu günləri torpağın üzərində rahat gəziriksə, bu gün bax görürsünüz igidlərimizi, ruhları qarşısında baş əyirik. O igidlərə görə bu gün rahat, sərbəst, azadıq. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Orxan Əkbərov vətən uğrunda canından keçdi və onun simasında cəm şəhidlərimiz bizim azad, rahat, sərbəst gəzməyimiz üçün, gənclərimizin rahat təhsil alması üçün, ana bacılarımızın rahat yaşaması üçün bax, bu kişilər canlarını qurban verdi, öz arzularını yarımçıq qoydular. Gəlin zaman keçsə də, əsr ötsə də, vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizi yaddan çıxartmaya olun, qazilərimizi yaddan çıxartmaya olun, veteranlarımızı əskərindən zabitinə ki, bax, bu gün biraz ayağımı əzləyib, özümü öldürürəm, özümü artistiyə qoyuram ki, ay Allah, öldüm. Ancaq bu gün qazilərimiz var, boltla, qayqı ilə, şuurla bağlanan qazilərimiz, qolu yox, qıçı yox, bədənin müəyyən hissəsi yox, vallahi o qazilər nələr çəkir onu Allah bilir. Gəlin, həqiqətən haqqın yanında olalım. Kərbəlayi, həqiqətən reallıq budur. Bizlərin boynumuzda olan haqqdır, o Allah haqqını ödəyə bilmərik. Birinin birinə borcu olanda vaxt qoyur. Ancaq bu kişilərin haqqını ödəyirlər. Allah sevil anıya səbir versin, ömür versin. Ənbər qardaşımızın övladlarından, Orxan qardaşımızın övladlarından xeyir versin. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə şəfa, veteranlarımıza can. Allah sənə də şəfa versin. Sağ ol, gedək.